Ya Rabbim, sən eşidən, görən, sən mərhəmətin sonsuz olan bir Allah və varlıqsan. Sən ol desən olacaq, rəhməti və xatir, hikməti və xatir bizim qəlbimizdə olan vəsvəsəni, şeytanı, şeytanları, fitnələri çıxardı ya Rabbim. Bizi bir anda öz başına buraxma ya Rabbim. Ey Rabbim, səndən başqasına ümid olan naümmid, səndən başqasına üz tutan ziyankar, səndən başqasının qapısına gedən möhtac, sənin lütf və mərhəmətindən başqa heç bir şey istəyən yoxsul oldu. Sənin lütf və mərhəmətindən başqa bir şey istəyən yoxsul oldu. Ya Rabbim, öz qapından, öz mərhəmətindən bizi qovma ya Rabbim. İlahi, ey yox yerdən yaradan Allahım, məni hidayət olunanların yolunda hidayət et. Məni azanların, günahkarların, zalimların cərgəsində etmə ya Rabbim. Məni dərgahından uzaq düşən qafillərdən qərar vermə ya Rabbim və qiyamət günü günahlarımızı bağışla. Bu dünyadan ahirətə əl-boş aparma ya Rabbim. Ya Rabbim, sənin adlarından biri də Əl-Məlik. Kimsənin kimsəyə fayda vermədiyi gün, hökm sənin. Göylər yarılarkən sahibim sənsən, varlığım mənə aid deyil. Əlimdə olanlar mənim deyil, sənindir. Yoxluğa düşürtmə məni ya Rabbim. Ey mütəkəbbir, mən acizəm, sən qadirsən. Mən fəqirəm, sən zənginsən. Mən ölüyəm, sən dirisən. Mən çarəsizəm, sən əhədsən. Mən mühtacam, sən səmədsən. Mən köram, görən sənsən. Mən dilsizəm, danışan sənsən. Mən yaradılmışam, yaradan sənsən. Mən yoxam, var edən sənsən. Mən yoxsulam, amma istəklərim çoxdur. Çünki sən böyüksən. Şahid yaz böyüklüyünə xatir bu kiçik qəlbimi. Ey Xaliq, sən ol deyincə hər şey olur. Ol de ki, olum. Yaratdıqlarının arasında qalım. Xəlq etdiyin kimi əxlaqlanım. Ya Rabbim,